Salam. Bugün sənə özünü seçməyə kömək eləmək üçün buradayam. İndi istəyirəm ki, elə bir yerdə oturasan ki, orada sənə heç kim mane olmayacaq və proses yarımçıq qalmayacaq. Otur, belin dik olsun, ayaqların yerə dəysin və yeri, səthi ayaqlarından altında hiss et. Dərin bir nəfəs al. Nəfəsi burnumuzdan alırıq və yavaş-yavaş ağzımızdan veririk. Gözlərin yumuludur və indi yavaş-yavaş hiss et. Saç dibləri necə rahatlayır. Alnının qırışları açılır. Göz qapaqların biraz da aşağı düşür. Çənən biraz da aşağı düşür, rahatlaşır. Çiyinlərin aşağı düşür. Sinəndəki gərginlik azalır. Qarnındakı yığılmalar rahatlaşır. Çanağın daha da rahatlaşır. Və ayağındakı yüklər sanki yerə qarışaraq yox olur. Yenidən dərin bir nəfəs al və nəfəsi yavaş-yavaş verməyə başla. Həyatında sən seçmədikləri anlar olub. Bəlkə səni eşitməyiblər, bəlkə görməyiblər, bəlkə səni üstün tutmayıblar. Hiss et. O ağrını, o acını hiss et. Və burada ən ağır olan bilirsən nədir? O anlarda sən də özünü tək qoyurdun. Yenə də dərin bir nəfəs al və nəfəsi yavaş-yavaş ver. İndi istəyirəm özünü uşaq yaşlarında təsvir edəsən. Sanki qarşındadır. Bax, o uşağa neçə yaşı var? Necə görünür? Nə hiss edir? Bəlkə həssasdır, bəlkə qorxur, bəlkə nəsə gözləyir. Diqqətlə o uşağın gözlərinə bax. O uşaq nəyi gözləyir? Bəlkə seçilməyi, bəlkə təsdiqlənməyi, bəlkə də sevilməyi. Diqqətlə bax. İndi istəyirəm yavaş-yavaş o uşağa yaxınlaşasan. Tələsmə. Yavaş-yavaş get. O uşaq sənə baxır və sanki gözləri ilə səndən soruşur. Bu dəfə də mən tək qoymayacaqsan ki. Dərin bir nəfəs al. Nəfəsi yavaş-yavaş ver. Nə hiss gəlirsə bırax gəlsin. İcazə ver. Ağır ola bilər, qorxuducu ola bilər, incidici ola bilər. İcazə ver. Biraz da yaşa. Və yavaş-yavaş o uşağa yaxınlaş. Əllərini onun çiyinlərinə qoy və səsli şəkildə de. Əziz balaca, səni başqaları seçməyəndə mən də səni sustururdum. Səni qorumaq əvəzinə uyğunlaşmağa məcbur edirdim. Səni ağlamağa qoymurdum. Hiss etməyə qoymurdum. Dərin bir nəfəs al və nəfəsi yavaş-yavaş ver. Və səsli şəkildə davam et. Əziz balaca, bugün mən səni seçirəm. Mən buradayam. Söz verirəm. Mən səni bir də tək qoymayacağam. Dərin bir nəfəs al
icazə ver, o uşaq nə hiss etmək istəyirsə, hiss etsin. Ağlaya bilər, gülə bilər, qışqıra bilər. İcazə ver, hiss etsin. İndi isə hiss et ki, o uşağı qucaqlayırsan. Bəlkə saçlarını sığallayırsan, bəlkə qulağına xoş sözlər deyirsən. İndi isə o uşağı ovucuna al və ürəyinə qoy. Hiss et, sanki ilk dəfə o uşağın evi var, yeri var, rahatlayır. Çünki ilk dəfə də onu görən var, eşidən var, seçən var. Və səsli şəkildə de, əziz balaca, mən səni artıq susturmayacağım. Səni kiməsə sübut etdirməyəcəm. Səni yarımçıq qoymayacağım. Dərin bir nəfəs al. Və nəfəsi yavaş-yavaş verməyə başla. İndi səsli şəkildə de. Bu gündən sonra mən öz ehtiyacımı kiçiltməyəcəm. Öz hissimi inkar etməyəcəm. Özümə qarşı xəyanət etməyəcəm. Və ən vacibi, özümə söz verirəm. Özümü bir daha tək qoymayacağım. İndi səndən istədiyim odur ki, bugün bir şeyi sırf daxil uşağın üçün edəsən. Uşaq vaxt istədiyin bir şey ala bilərsən, şirniyyat bişirə bilərsən və ya ala bilərsən, rəqs edə bilərsən, şəkil çəkə bilərsən, ağlaya bilərsən, gülə bilərsən. Və səsli şəkildə de, mən buradayam, mən özümləyəm, mən bədənimdəyəm, mən hiss edirəm, mən varam, mən yaşayıram və mən buradayam. Hazır olanda gözlərini aça bilərsən.